OKP obsessiyalar sizi yorduğu halda, məsələn, sizi məcbur edirlər ki, bu düşüncələr bir də əllərini, meyvələri yuyursunuz, nələrisə yuyursunuz, təmizləyirsiniz və bunu dayanmadan dalbadal dəfələrlə edirsiniz. Halbuki bilirsiniz ki, bir dəfə etsəz də bu bəsdir. Və yaxud gedirsiniz qazım, evdən çıxmısınız, gəlirsiniz, bir də yoxlayırsınız, bir də qapını yoxlayırsınız, ütülünü yoxlayırsınız, hər şeyi dəfələrlə və bu bezdiricidir. Yəni elə bir düşüncələr ki, hansılar ki, sizi məcbur edirlər, siz nələrisə dəfələrlə edəsiniz. Burada nədir? Burada sizin təşvişli bir tərəfiniz var və o təşvişli tərəf sizə hələ bir təzyiq göstərir. Qəbul etməyi və onunla hələ bir danışıq etməyi, çox sağ ol, təşvişinizə həqiqi mənada bunu demək ki, çox sağ ol, anlayıram, mənim qayğımı çəkirsən, istəyirsən ki, hər şey daha ideal olsun, daha mükəmməl olsun, amma ki, mən seçirəm bir dəfə etməyi. Bir dəfə etsəm bu bəs edəcək. Bir dəfə edəcəm, yavaş-yavaş tələsmədən edəcəm və ikinci dəfəni amma etməyəcəm. Mənim seçimim belədir. Yəni təşvişli tərəfinizi inkar etmək lazım deyil, qəbul etmək və həqiqətən də təşəkkür etmək. Çox sağ ol. Bildim, başa düşdüm. Anlayıram, qayğımı çəkirsən, amma mən bir dəfə edəcəm. Çünki bir dəfə etsəm bu məni yormayacaq. Bir dəfə etməyim normaldır, yavaş-yavaş edəcəm, tələsmədən edəcəm, qədərində normal.